Bəzən uşaqlarımız gülür, oynayır və sağlam görünür, amma içində bir xəstəlik daşımış olur, hansı ki bu gizlin görsənir və Eyni ilə əgər bir qripdə də üzə çıxa biləcəkdirsə bu metabolik xəstəlik, peyvənddə də üzə çıxa bilir. Zamanlama üst-üstə düşür deyə yanlış bir algı yaradır ki, iflic oldu. Zəka geriliyi olan, autizm spektr pozuntusu olan, daha doğrusu belə düşünülən uşaqların çoxsunda bəlkə də altında yatan, bəlkə də onda daşıdığı xəstəlik fenilketonuriyadır. Heç bir irsi xəstəlik tamamilə sağalmır. Bu cümləni biz qururduq müəyyən bir ilə qədər. Amma artıq irsi xəstəliklər genetik xəstəliklərin xüsusi bir müalicə metodları və artıq bəzi xəstəliklərdə, xüsusən fenilketonuriyada yaxşı geri dönüşlər alınıbdır bu genetik müalicələr. Beyin toxuması yanmasın. Əgər bir əlimizdə bunu gecikdirən, bunu yavaşladan və yaxud da qarşısını alan bir müalicə varsa, bunu mütləq etməliyik. Ki xüsusən ki ailədə bir uşaq deyil. Bax bu daha bir həssas, daha bir sos nöqtəsidir. Ailənin 2 uşağında var və yaxud da birində autizm spektr pozuntusu, digərində nitq geriliyir, digərində yerimə geriliyir və yaxud da əmi uşağında var, qohumda var. Bu xüsusən sos siqnalıdır. Salam dəyərli ailəli canlılar və salam dəyərli ailələrimiz. Bugün yenə də qarşınızda mən Dilarə Həsənova və bizim Ailə Canlı proyektimizin növbəti buraxılışı efirdədir. Bilirsiniz, hər zaman ailələrimizə toxunan mövzularla qarşınıza çıxırıq və çalışıram ki, qonaqlarım da bu ailələrin sağlam böyüməsində, qorunmasında müəyyən bir rol oynaya biləcək qonaqlarım olsun. Seçirəmmi? Bəli, seçirəm qonaqlarımı, amma düşünürəm ki, hər bir qonaq sizin öz baxış açınızda da bir seçilmiş olur, daha sonradan tanıdıqdan sonra. Bəzən uşaqlarımız gülür, oynayır və sağlam görünür, amma içində bir xəstəlik daşımış olur, hansı ki bu gizlin görsənir və təəssüflər olsun ki, biz bunu xəstəlik artıq üzə çıxandan sonra aşkarlamış oluruq. Halbuki mütəxəssislər vurğulayır və bunu dəfələrlə deyir ki, adi bir test, məsələn, topuq testi və yaxud da ki, digər müayinələr əgər zamanında aparılarsa, əslində bir çox xəstəliyin aşkara çıxmasında rol oynamış olar. Bu mövzu ilə dəfələrlə qarşılaşdığıma görə və övladlarını belə deyək, xəstəliklə sınanmış rolda ailələri gördüyümə görə qərara gəldim ki, bugün məhz bu üzrə mütəxəssisi Ləman xanım Əlirzayevanı qonaq eləyim. Ləman xanım irsi metabolik xəstəliklər üzrə mütəxəssisdir. Xoş gəlmişsiniz Ləman xanım ilk öncə Ailə Canlı proyektinə. İzləyicilərimizi salamlayın və inşallah biz mövzumuzu başlayaq. Sizi və izləyiciləri salamlayıram. İnanıram ki, çox maraqlı söhbət olacaq. Biraz mənim adım keçən bütün podkastlar və yaxud da bütün belə deyim mövzular adətən topuq testi ilə başlayır, amma inanıram ki, hələ də bizim bu mövzuyla danışacaq çox sözümüz var. Çox belə deyim danışılmağa ehtiyac var. Çünki sizin dediyiniz kimi bu ailələrin önəmli görmədiyi bir mövzu kimi görsənir. Və inşallah ki, gözəl olacaq söhbətimiz. Düşünürəm ki, söhbətimiz bəzi valideynləri oyadacaq, bəzi uşaqların həyatını xilas edəcək və bir ailənin də peşmançılığının qarşısını almış olacaq. Mən bundan əminəm. Sizi uzun illərdir tanıyıram, bir-birimizi tanıyırıq. Dilarə xanım mənim müəlliməmdir. Gənc olmasına baxmayaraq demək olar. Biz belə deyim 4-cü kursda bizə dərs deyirdiniz cərrahi xəstəliklərdə və bizim öz yaşımıza yaxın bir yaşda çox gözəl, çox belə cana yaxın, bilgili, savadlı bir müəlliməmiz idi. Biz ona belə müəllimlərə bilirsiniz də çox bəyənilən müəllimlərə belə həsədlə baxırlar. Dilarə xanım da bizim qrupumuzun, hər birimizin çox dəyərli pedaqoqu müəllimi idi. Sağ ol, təşəkkür edirəm. Vurğulayım ki, yaxşı tələbələr də oxuyan və bilikli tələbələr də mütləq müəllimin yaddaşında qalır və xüsusən də siz, Ləman xanım, mənim yaddaşıma çox bilikli və belə tərbiyəli bir xanım kimi qalmışdınız və sonraki sizin professional, yəni peşə inkişafınız da mənim gözümün önündədir. Biz əlaqələrimizi kəsməmişdik və düşünürəm ki,
Azərbaycana dönüb bunu Azərbaycanda belə davam etdirmək və öz işinizin sahiblənmək çox mənim üçün xoşdur və lazımlıdır. Və bütün pasientlərə də buradan bildirmək istəyirəm ki, şanslısınız. Heç bir ölkədən kənar çıxmadan artıq mütəxəssisimiz əlhəmdülillah ki, Azərbaycanda var və nədən də olmasın ki, biz zamanında doğru addımları ataq bir valideyn olaraq ki, həm özümüzü sonradan günahlandırmayaq, övladımıza hər hansı bir irsi bir xəstəlik keçirməkdə, həm də ki, övladımızın zamanında o xəstəliyinin qarşısını almış olaq. Doğru. Ləman xanım, ümumiyyətlə valideynlər ən çox nədə gecikirlər? Doktor, öncə bu cümləmi də vurğulamaq istəyirəm, sizlə bağlı bunu demədim. Mənim üçün müəlliməmin qarşısında həm podkast çəkmək, həm də hər hansısa bir mövzunu danışmaq həm böyük qürur, həm də böyük şərəfdir. Siz mənim haqqımda dediniz və bu yolda kimdən dərs aldığın, kimdən öyrəndiyin çox önəmlidir, çox dəyərlidir. Mən də təşəkkür etmək istəyirəm sizə həm dəvət üçün, həm də mənə bu şansı verdiyiniz üçün ki, bu mövzunu danışaq. Topuq testinə gəlsək, topuq testi mənim həm yaralı bir yerimdir, belə deyim açıqcası. Çünki çox danışılır haqqında, amma hələ də informasiya belə deyim, həm kirliliyi var, həm də azlığı var. Çünki niyə? Biz bilirsiniz, həkim bir sözü deyir və yaxud həkimlərin hamısı eyni sözü deyir. Amma bir qonşunun, rəfiqənin və yaxud da evdə, məsələn, mənə belə ən sevmədiyim bir şeydir. Müalicə, sən xəstəni müayinə edirsən və müalicə taktikanı olur və müalicə yazırsan və deyirlər ki, imtina edirlər və deyirlər ki, böyüklərimiz belə məsləhət gördü. Yəni, bu mənim üçün çox belə narahat edici bir cümlədir. Böyüklərə hörmətimiz onların böyüklüyündən də böyükdür. Amma biz bu yolu sizin dediyiniz kimi baxın necə uzun yollar keçmişik ki, bir cümləni qura bilək. Bunun arxasında dayana bilək qurduğumuz cümlənin və bu bir insan həyatıdır. Əlbəttə hər peşə dəyərlidir, amma həkimlik başqa bir belə deyim, dəyər baxımından insan həyatı səndən asılıdır, sənin cümləndən asılıdır deyə çox daha düşünürəm ki, hər cümləsini seçib, hər addımını, məsuliyyətini daşımağı borcu olduğu bir peşədir. Xüsusən də körpələrdən söhbət gedirsə, topuq testi, misal üçün sizin dediyiniz o ki, uşaqları sağlam görürlər və düşünürlər, hər şey qaydasındadır, nə gərək var. Məsələn, bu böyük yaşda biraz fərqli olur, amma yeni doğulmuşda uşaq yemək yeyir və yaxud da nənələrin, babaların və digərlərinin, nənələr, babalar mənə düşmən kəsilməsin, demək istədiyim o deyil. Zamanə fərqlidir və əvvəllər, baxın, belə bir şey, əvvəllər 10 hamiləlik keçirdən qadının 3-5 uşağı vəfat edirdisə, bunu normal qarşılayırdılar. Artıq bizim üçün bir uşağın yanlış edilmiş, ən xırda, bəlkə də həyatına zərər verməyən bir şeydə necə böyük cəmiyyətdə səs oyadır. Yəni, hər uşaq dəyərlidir və ona heç ümumiyyətlə, belə deyim, həyata zərər verməyən bir şey olsa belə, ona kiminsə yanlış nəsə etmə haqqı da yoxdur. Bunun da normal qarşılanması da mümkün deyil. Bu səbəbdən biz hər uşağın həyatını gələcəkdə şərt o deyil ki, ölümünün qarşısını alaq və bəli, ölümünün qarşısını almaq böyük bir şeydir və prioritet də hər dövlətin, hər belə deyim, dövlət siyasətinin bir parçasıdır bu ki, uşaq ölümünün, insan ölümünün qarşısını bir şəkildə almaq, azaltmaq bunu. Amma məsələ oradan biraz uzaqlaşır. Çünki təkcə həyatını xilas etmək deyil, həm də daha yaxşı həyatını davam etdirməsini təmin etməkdir. Misal üçün, bizim elə xəstəliklərimiz var ki, bu topuq testində baxılan, bəlkə də o ani ölümə səbəb olmaz. Amma ömrün qısaldar və yaxud da əlilliyə səbəb olar. Kiminsə köməyi ilə həyatını davam etdirməsinə səbəb ola bilər ki, valideyn olaraq bu daha böyük bir, məncə, belə deyim, çətinlikdir, daha böyük bir problemdir. Çünki sən həmişə düşünürsən, deyir, özündən öncə övlad gəlir və düşünürsən ki, mən olmasam bu uşağın aqibəti necə ola bilər, misal üçün. Topuq testini də, bilirsiniz, mənim ən çox incidən mövzu nədir? Mənim bir rəfiqəm var, bununla bağlı bir çox gözəl bir nöqtəyə toxunmuşdu. Bəzən elə bir ağıllı fikir olur ki, bütün hissləri və tərcüman olur. Belə bir, belə deyim, post paylaşmışdı. Vacib olanlar və bizim vacib gördüklərimiz, əslində vacib olanlardan fərqlidir bunlar. Misal üçün, onun paylaşdığı postda belə idi. Topuq testi və ya doğum çıxış partisi.
müqayisədə. Çox dərin. Qiymətləri də çox yaralı fərqlidir. yerimiz, Bəli. Və bilirsiniz necə nöqtəyə atış edir sanki, düşündürür. Bəlkə də biz saatlarla danışsaq ki, çox vacibdir, çox önəmlidir, bu ayrı bir şeydir. Məsələn, mən bir klinikada başlamışıq və etmək istədiyimiz planların içində də misal üçün topuq testinin təşviq videoları və yaxud da təşviq flayerləri hazırlanır. Mən deyirəm ki, burada vacibdir cümləsini qoymaq yerinə topuq testindən yayınan uşağın şəklini qoysaz, məncə bu analara böyük siqnal olar. Ölümünə aparır uşağın. Eyni zamanda əlilliyə gətirir, çıxardır və mənzərə gerçəkdən çox ağırdır. Ləman xanım, topuq testi deyəndə bəlkə də ilk dəfə bunu eşidən izləyicilərimiz ola bilər. Siz dediyiniz kimi hər kəs maarifləndirilibmi? Xeyr. Hələ də bu davam eləyir bu söhbətlər aparılmağa. Ümumiyyətlə topuq testi deyəndə biz nəyi nəzərdə tuturuq və hansı dövrdə bu uşaqda aparılır? Topuq testi, niyə adı topuq testidir? Onu da mən bir izahını verim, Dilara doktor. Topuq testi çünki yeni doğulmuşun daha doğrusu qidalandırılıb 3-cü sutkadan 7-ci gününə qədər alınmasını tövsiyə etdiyimiz, 14 gününə qədər alınması mümkün olan bir testdir. Niyə topuqdan alınır? Topuq daha az invazivdir və bir damara düşmək, məsələn, ucqar bir rayonda, yəni hamını təşkil etməsi baxımından, bütün uşaqlar buna cəlb edilməsi baxımından ucqar bir rayonda yeni doğulmuşun damarına düşmək çətin ola bilər hansısa tibb bacısına, amma topuğu hər an deşib oradan qan ala bilərik deyə topuqdan alınır və dediyim kimi daha az invazivdir və hissiyatı uşaqların topuqda daha azdır, ağrılı deyildir proses. Bununla bağlı topuq testi və adı alınma belə deyim metoduna bağlı da topuq testi adlanır. Amma təbii ki, damardan alına bilərmi, qoldan venadan alına bilərmi? Alına bilər. Eyni qandır zaten. Və eyni zamanda quru qan kağızlarına, qatri kağızları deyirik biz, filtr kağızlarına alınır bu testlər. Və burada Azərbaycanda 2022-ci ildən səhv eləmirəmsə pilot layihə başlayıb və 24-dən artıq dövlət xəstəxanalarında doğulan bütün uşaqları əhatə edən bir çalışmamız var. Orada bir axsaqlıqlar varmı? Bu bizim ölkəyə xas bir şey deyil. Yeni bir şey harda yaranırsa, orada axsaqlıqlar zamanla həll olunur. Amma başlamaq çox önəmlidir, çox dəyərlidir. Hətta mən belə deyirəm, bir neçə ildir, artıq bir 10 ildir, 15 ildir bəlkə də özəl müəssisələrdə doğulan uşaqlara olunurdu, təklif olunurdu. Amma bəzən ailələr deyir ki, bizə demədilər. Mən hətta onu deyirəm ki, siz tələb edin. Həkim, biz özümüz həkimik, bilirik. Yəni, vacib olan bir şeydə rutin olursa bu xüsusən, bəzən cümlənin içində unudub, ya əvvəlində, ya axırında deyə bilərik və yaxud da sən deyərsən, o anda yeni doğum etmiş ana bunu diqqətindən yayına bilər. Amma əgər həkim belə sizə düşünürsünüzsə ki, deməyib, mən əminəm ki, bütün həkimlər deyir, mütləq şəkildə və yaxud da deyirlər ki, çox üstünə düşülmədi. Biraz özəldə olan proseslərdə də belə bir şey var da, siz mənə daha yaxşı başa düşərsiniz. Çox üstünə düşəndə elə bilirsən ki, yanlış anlaşılma ola bilər. Bu da bizim işimizi görməkdə bir, necə deyim, həkimləri çətinləşdirən bir vəziyyətdir. O səbəbdən bəzi həkimlər özlərinə görə haqlı olaraq çox üstünə düşmədən vacibdir, istəyirsiniz verin bunu deyə təklif edir. Amma vacibliyini anlamalıdırlar mütləq. Və hətta ola bilər ki, düşünmürəm belə bir şey olsun. Ehtimal edək ki, təsəvvür edək ki, bir həkim var, sizə deyir ki, qətiyyən verməyin. Siz qətiyyən ona etiraz edin və verin mütləq bu testi. Ləman doktor, ümumiyyətlə irsi xəstəlik deyəndə, baxın, bu hamı düşünür ki, mənə elə gəlir ki, bu irsi xəstəlik əgər adı çəkilirsə, mütləq ki, mənim genetikamda və yaxud da ki, nəslimin hansısa bir üzvündə bir xəstəlik olmalıdır ki, bu mənim övladımda da bəlkə sualı mənim ağlımda əmələ gətirsin və şübhələnim. Amma olurmu ki, heç ümumiyyətlə bir neçə nəsildə heç bir xəstəlik müşahidə olunmur və gəlib sənin övladında bu xəstəlik üzə çıxır və çox sadə bir səbəblərdən, bəzən cəmiyyətimizdə bunun da səhv anlaşılma olur ki, vaksin olundu, xəstələndi, infeksion xəstəlik keçirdi, birdən-birə qızdırması oldu və yaxud hansısa bir allergik reaksiya keçirdi və birdən-birə uşaqda heç nə yox idi, filan şeydən olub, dərmandan olub və yaxud vaksindən olub deyə üstünə nəyinsə atırıq. Amma araşdıranda görürük ki, yəni altda yatan səbəb əslində irsi xəstəlikdir. Altda yatan səbəb qohum evliliyidir. Altda yatan səbəb hər hansı bir valideynin hər hansı bir dövrdə uşağında diqqətsizliyidir və yaxud da ki, elə az öncə vurğuladığımız o topuq testinin aparılmamasıdır. Buna necə münasibət göstərirsiniz yəni?
Bizim metabolik xəstəliklər ümumiyyətlə hamısı genetikdir, yəni irsi ötürülən xəstəliklərdir və burada da əsas problem nə ilə üzləşirik biz? Qəbullanması ilə ailələr. Çox vaxt qəbullanmırlar. Təbii ki, ağır xəstəliyi və xüsusən də ömürlük xəstəliyi qəbullanmamaq, yəni bir valideyn olaraq da mənim tərəfimdən anlaşılan bir durumdur. Amma sizin dediyiniz o arqument ki, bizdə nəsildə belə bir şey yoxdur. Mən o zaman sual verirəm. Siz nəsildə hamıya genetik test etdirmisinizmi? Əlbəttə ki, yox. Heç kim durduq yerə, heç bir səbəb yoxkən test verdirmir. Biz zaten həkim olaraq da belə çalışırıq. Öncə vacib testlərlə başlayırıq. Daha doğrusu ilkin testlərimiz var və son nöqtədə gedəcəyimiz testlər var ki, genetik testdə çox zaman ən son nöqtədir. Burada məsələ necədir? Ötürülmə, məsələn, bir resesiv ötürülmədir. Gen resesiv ötürülən gendir. Daha doğrusu mutasiya resesiv ötürülən mutasiyadır. Belə olduğu halda hamı daşıyır, amma fərqli və ya qohum evliliyi etmirlər və yaxud da qarşıdakı, belə deyim, hər resesiv mutasiyanı da biz bütün hüceyrələrimizə vermirik. Bəzilərinə veririk, bilirsiniz ki, cinsi hüceyrələr miyozla bölünürlər, miyoz bölünmə olur və birinə veririk, birinə vermirik. Və denk gəlir illərlə üst-üstə düşür, vermədiyimiz yumurtalar, yumurta hüceyrə, spermatozoid birləşirsə, uzun illər xəstəliyi görməyə bilərik. Bu çox dərin bir məsələdir əslində. Məsələn, bunun digər tərəfini, genetik xəstəliyi olan ailələr, ailənin 5 uşağından birində çıxıb 4'ü sağlamdır. Eyni şeydir, eyni vəziyyətdir. Daşınar, bu da bir şans əsəridir, belə deyim. Əgər hər iki tərəfdən, yenə deyirəm, resesiv mutasiyadırsa, hər iki tərəfdən eyni xəstə geni alıbsa, o zaman xəstəlik üzə çıxır. Və bəlkə də illərlə və yaxud da digər uşaqlar daşıyıcıdır. Biz onlara test etmirik deyə, klinik əlamət görmürük və həkimə getmirlər deyə görmürük. Amma xəstəlik çıxırsa, bu da bir başqa problemdir, irsi xəstəliklərdir. Xəstəlik çıxıbsa, nədir protokolumuz? Ailənin geniş şəkildə konfirmasiyasını etmək mütləqdir. Konfirmasiya testlərini. Yəni, hamı da baxılmalıdır ki, bu xəstəliyin çıxan mutasiya klinika ilə üst-üstə düşürmü? Bunu izah edir. İkinci bir halda ailənin üzvləri bunu daşıyırmı? Onlar üçün bir həm öngörüdür və bilinməsi vacib bir məlumatdır. Vaksinlər. Vaksinlər, hə. Səbəb ola bilirmi? Bəzi həkimləri mən tanıyıram, hətta yaxınlarında var. Həkim ola, bəli, övladlarına heç bir vaksini elətdirməyiblər və hətta deyir, mənim pasiyentlərim olur ki, uşaqlarına elətdirməmsən, niyə elətdirməmsən sual verəndə deyir ki, poliklinikada pediatr dedi ki, istəsən elətdirməyə bilərsən. Çox təəssüf ki, belə bir vəziyyət var. Çünki belə deyim, başqa ixtisas qruplarımız, yenə bütün həkimlər bunun təşviqini etməlidir də, pediatrlar, yəni bizim vaksin təqvimimizin böyük hissəsi pediatrik yaş dönəmindədir. Ona görə pediatrların bunu deməsi bir faciədir, bir dəhşətdir. Mən də öz təcrübəmdə bundan qarşılaşıram, doktor. Hətta belə bir şey deyirlər ki, birbaşa cümləni qurmağa ehtiyat eləyirlər, vurdurmayın deyə. Özünüz bilərsiniz, mən uşaqlarımı etdirməmişəm. Yəni, bu artıq xəstə üçün nöqtə qoyur. Çünki o, səni həkim bilir, sağlığını sənə güvənir, məsləhət alır, sən özününki etmədiyini əsla etməz uşağına. Amma peyvətlərlə bağlı olan bu hansı ki autizm yaradır və yaxud da iflicə səbəb olur. Bunlar çox uzun bir artıq tarixdə yol gəlmiş, yüzlərlə belə deyim də çeynənmiş bir mövzudur və dəfələrlə inkar edilmiş mövzudur. Amma belə bir deyim var, deyir, dəlinin biri bir daş atır, 100 ağıllı o daşı oradan çıxardı, quyudan çıxarda bilmir. Biz bütün ağıllılar, milyon ağıllılar birləşirik, insanların beynindən, peyvətlə bağlı bu yanlış fikri çıxara bilmirik təəssüf ki. Məsələ nədir? Mənim tərəfimdən metabolik xəstəliklərdən. Uşağın əgər bir genetik metabolik xəstəliyi varsa, o mütləq deyil ki, doğulan kimi büruzə versin özünü. Olur ki, sonradan büruzə verir. Hər hansı bir tetikləyici, trigger olur bunu yaranmasına. Məsələn, bu stres ola bilər. Bu böyümənin başlamasına bağlı olan hormonal stres ola bilər və yaxud da stresin hər növü bədən üçün və yaxud da bir infeksiya ola bilər və yaxud da peyvənd ola bilər ki, biz bilirik peyvəndlər belə bir belə deyim, daha anlaşılır izahı var onun, daha belə uyğun olan ki, dinləyənlər də anlayır bunu və eşitmiş olarlar. Zəiflədilmiş infeksiyalardır peyvəndlər. Yəni bir şəkildə bizim immunitetimiz bunu tanısın deyə həmin infeksiyadır ki, biz yoluxduruluruq xəstəliyə.
zəif formada. Və bu da eyni ilə infeksiyadır deyə bədən buna cavab verir, infeksiyaya cavab verdiyi kimi. Eyni ilə əgər bir qripdə də üzə çıxa biləcəkdirsə bu metabolik xəstəlik, peyvənddə də üzə çıxa bilir. Zamanlama üst-üstə düşür deyə yanlış bir algı yaradır ki, iflic oldu və yaxud da zəkası geriləməyə başladı. Yəni belə bir izahı budur əslində. Amma sabah bugünkü gün üçün biz tibb olaraq bugünkü gün üçün danışırıq. Nə üçün? Məsələn, 20 il bundan öncə müalicəyə, protokola daxil olan dərmanlar bir gün içində artıq çıxarılır. Heç 20 ili boş verin. Bir gün öncəsindən biz hər gün bizim belə bir məsələn up-to-date eləyirik də, belə deyim, up-to-date-də baxırıq. Bu gün yeni bir məqalə varsa, yeni bir düşüncə varsa, bitdi. Protokolu varsa bizim üçün nöqtədir. Biz artıq dünən etdiyimizi bağlayırıq, bugün o tədaviyə, o müalicəyə keçirik. Eləcə də peyvənd üçün sabah nə deyərlər, bunun məsuliyyəti bizdə deyil. Sabah bəlkə kəşf olunar ki, yox demirəm, yenə metabolik xəstəliklə əlaqəsi. Hər hansı bir zəka geriliyinə, orada bir maddə vardır, bunun məsuliyyəti də bizdə deyil. Amma faktiki güvənilir, inanılır, hər hansısa bir universitetə bağlı olan, bildiyimiz universitetlərə olan araşdırmaların sübut etdiyi bir məqalə yoxdur. Bir mənbə yoxdur ki, autizm peyvəndə bağlı yarana bilər və yaxud da hər hansısa bir iflic, hər hansısa bir metabolik xəstəlik. Metabolik xəstəliklər deyəndə biz hansıları sadalaya bilərik və hansı bizdə sos siqnalı olmalıdır ki, bunların üzərində mütləq dayanaq və onu müzakirə edək? Əsas cəmiyyətdə bilirsiniz, bütün metabolik xəstəlik, mən dedim, irsi xəstəliklərdir və bunlar nadirdirlər. Rast gəlməsi də azdır. Məsələn, elə topuq testindən danışanda mən ailələrə deyirəm, bu Azərbaycana xas bir şey deyil, dünyanın hər yerində var və xüsusən də daha belə deyim, qohum evliliyindən danışanda qohum evliliyi ortaya çıxma ehtimalını artırır, amma yaratmır. Əgər yaratmış olsaydı, qohum evliliyi olmayan cəmiyyətlərdə, Amerikada, Kanadada, burada metabolik xəstəliyi olmazdı, amma var. Və xüsusən onlara spesifik, onlarda daha çox görülən metabolik xəstəliklər var, misal üçün. Metabolik xəstəlik hər hansısa bir, belə deyəndə bəzən arıqlama ilə, kökəlmə ilə, mədə-bağırsaqla əlaqələndirilir. Orada da bir metabolizma var, amma bizdə daha belə deyim, daha mikroskopik də deməyim, reaksiyalar səviyyəsində, hüceyrə səviyyəsində ki, o bağırsaqdan aldığımız qidaların artıq biokimyəvi molekullara çevrilməsi səviyyəsində olan bir metabolizmadan söhbət gedir və bu maddələrin çevrilməsi bizim həyati vacib funksiyalarımızı davam etdirməsi üçün çox önəmlidir ki, gərəkli maddələr sintezlənsin və bu sintezin pozulduğu hər hansısa bir vəziyyət ki, genetik səbəbli, bunlar metabolik xəstəliyə səbəb olur. Niyə yaranır? Hər hansı bu reaksiyanı getməsinə lazım olan maddə yoxdur. İlkin maddə toplanır, zərər verir. Əmələ gəlməsi gerəkən maddə yoxdur, ikinci bir zərər. Və arada bir ara maddələr də formalaşır. Çünki toplanan başqa bir şeyə çevrilir. Bunlar da ayrı bir zərər verir. Gərəksiz toksin yaranır və yaxud da zərər verici toplanma yaranır. Qüsurlu bir dövran içərisində. Qüsurlu bir dövran yaranır və bundan səbəbli də klinik əlamətlər, yəni gördüyümüz klinik əlamət dediyimizdə cəmiyyətdə normadan kənara çıxan əlamətlər formalaşır ki, ailələrdə anlaşılır olsun onlar üçün. Dediyiniz o sağlam böyüyür dediyimiz uşaq bəzən olur. Nə ilə qarşılaşırıq? Məsələn, böyüməsində danışması nitqi geriləyir və yaxud da zəkası yaşıtlarından fərqlidir və yaxud da uşaqda hamıda olmayan bir şeylər vardır və qonşular deyir ki, mənim də uşağım belə idi, düzəldi, keçdi, getdi. Və yaxud da deyirlər ki, boş ver, böyüyəcək, keçəcək ya da oğlan uşağıdır, nə gərək var bunu araşdırmağa, xüsusən də bundan qarşılaşırıq. Qızdırsa, görünür bir şey varsa, onun üzərinə çox düşürlər. Nə gərək var bunu araşdırmağa, amma bunlar gerçəkdən metabolik xəstəlik səbəbli ortaya çıxa bilər. Azərbaycanda müşahidə olunan və gördüyümüz ən çox yayılan metabolik xəstəliklər hansılardır ki, bizə, yenə deyirəm, yəni o bir siqnal olaraq olsun ki, diqqətli olaq. Mən bir illik təcrübəmdən danışım, doktor. Daha çox öz poliklinik etdiyim xəstələrimdən danışım, daha çox gördüyüm. Daha
ən belə deyim, birinci yerdə duran xəstəliyimiz fenilketonuriyadır. Ki bu da topuq testində skrininqə aparılan xəstəlikdir. Sonrasında biotindaz əksikliyi görürük. Məsəl üçün populyasiyaya görə bunlar dəyişir. Türkiyədə mən galaktozemiyanı çox görürdüm, Azərbaycanda daha az görünür. Bunun yerinə fenilketonuri bizdə də çoxdur. Biotindaz əksikliyi mənə görə Türkiyədən daha çoxdur. Çünki əgər belə deyim, Türkiyədə mən ayda 3-5 yeni diaqnoz görürdümsə, artıq həftədə mən bunu görürəm Azərbaycanda. Testlər təkmilləşdikcə daha dəqiq diaqnozlar qoyulur və bu xəstəliklər bəlkə də kimi üçünsə yeni bir kəlimə olar, qulağa yad gələ bilər, amma heç də yad xəstəliklər deyil, aramızda çoxdur. Zəka geriliyi olan, autizm spektr pozuntusu olan, daha doğrusu belə düşünülən uşaqların çoxsunda bəlkə də altında yatan, bəlkə də onda daşıdığı xəstəlik fenilketonuriyadır. Niyə xüsusən bunu vurğulayıram? Bizim digər xəstəliklərimiz, dediyim kimi, infeksion tipli xəstəliklər deyirik biz metabolik xəstəliklərin bölgüsündə buna. Bunlar hər hansı infeksiyadan tetiklənib, bir ağır klinik vəziyyət yaranır, kəskin vəziyyət yaranır və xəstəxana yatışı olur. Və burada artıq bir şəkildə tətbiqlərlə biz bunu ortaya çıxarırıq. Amma topuq testindən yayılmış uşaqdırsa, nit geriliyi ilə, izolə şəkildə, tək başına nit geriliyi ilə gələ bilir uşaq. Göstərə bilər özünü. Və yaxud da zəkası digərlərindən bir qədər geri qalır. Çünki bu fenilalaninin miqdarından asılıdır. Və fenilalanin beyni digər toksik, belə deyim, atılımlar, digər toksik metabolitlər kimi sürətli zədələnmir. Yavaş-yavaş zədələyir. Ona görə də sizdə autizm spektr pozuntusudur, sizdə bilməm nit geriliyidir deyə mərkəzlərin çoxsunda gecikdirilən, məni narahat edən mövzu da budur. Çünki biz bilirik, beyin toxuması zədələndisə, bizim bunda geri dönüşümüz yoxdur. Hələ ki yoxdur tibdə belə bir şey. Bizim bu psixoloji mərkəzlərimiz, sonra uşaq inkişaf mərkəzlərimiz nə qədər bunun haqqında maarifləniblər sizcə? Bəs düşünmürsünüz ki, ümumiyyətlə Ləman xanım, məsələ sizin kimi mütəxəssislər belə mərkəzlərdə maarifləndirici söhbətlər aparmalıdır, onları təşviq eləməlidirlər ki, ilk öncə həkim kontrolu mütləq ki, uşaq keçsin, sonra siz onun hər hansı bir motorik xüsusiyyətlərini inkişaf elətdirməkdə və yaxud da ki, ağızın o deyirlər motorikasını inkişaf elətdirməkdə, yəni danışığı düzəltmək, dildə olan dəyişik qüsurları aradan qaldırmaq və s. bunun haqqında daha sonra düşünə bilərsiniz. Həm özlərinin işlərini daha rahat həyata keçirmək üçün, həm də ki, necə deyərlər, düzgün istiqamət göstərmək üçün. Əslində, bilirsiniz necədir? Bu paralel aparıla bilər. Hansı nöqtədə onlar, belə deyim də, həssas davranmalıdırlar və hiss etməlidirlər ki, burada nəsə var. Əslində, autizm spektr pozuntusu gördükləri bütün uşaqlarda bir metabolizmanın, metabolik xəstəliklər bölümünün görməsi gərəkir. Çünki dediyim kimi, əgər xüsusən də topuq testindən yayılan uşaqdırsa, vardırsa, niyə biz bunu öncədən edib, tamam, yoxdur, idiopatik autizmdir deyib, sonra yolumuza davam edə bilərik. Amma məsələn, sən 10 uşağa eyni təlimi verirsən, 7-si bunu alır, 3-ü yerində sayır və yaxud da 2-si yerində sayır, biri ümumiyyətlə irəliləmir, geriliyir hətta. Bu durumda burada, yəni sən özünü hiss etməlisən ki, başqa bir şey var buna səbəb olan. Bu uşaq digərləri kimi deyil, fərqli bir şey var və bunun geriləməsinə səbəb olan da altında yatan bir xəstəlik, bir səbəb var. Səbəb araşdırmalıyıq. Tamam mı? Bunu etmək üçün də mütləq mütəxəssisə yönləndirilməlidirlər ki, autizm spektr pozuntusu, belə deyim, bir sindromlara biz necə baxırıq? Hər hansısa bir xəstəliyin əmələ gətirdiyi əlamətlərin toplusu, bu da onun kimi. Metabolik xəstəlik də buna səbəb ola bilər və yaxud da autizm meyillilik genləri də buna səbəb ola bilər. Amma faktiki olaraq əgər bir şübhə varsa ki, mən deyərdim, yaxşı olardı ki, bütün mərkəzlər öncə təlimə başlamamışdan əvvəl uşağın həkim tərəfindən, nevroloq, zaten nevroloq görsə ki, burada metabolik bir şey şübhəsi var, yönləndirir. Nevroloq və yaxud da psixiatr və yaxud da psixiatr da görür, yönləndirir və yaxud da elə ilk olaraq metabolik xəstəliklər mütəxəssisinə yönləndirməsi tövsiyə olunur. Həm özünün işini də asanlaşdırır məncə. Bunu anlamaq, bu sinerjidə çalışmaq, qarşılıqlı çalışmaq çox əhəmiyyətlidir. Çünki niyə? Doktor, biz bilirik. Məsələn, biz niyə buna multidisiplinar yanaşma deyirik tibdə?
Bizim yanaşmamız belədir. Əgər məsələn siz bir cərrahsınız, amma müalicə etdiyiniz, əməliyyat etdiyiniz xəstədə sizin aid olmayan bir komplikasiya gəlişirsə, ortaya çıxırsa, mütəxəssisi çağırırsınız. Bəli. Və bunu ixtisasınızı pis bilirsiniz anlamına gəlmir əsla. Mən öz ixtisasımı bilirəm. Bunun mütəxəssisi də başqadır. Səbəbi nədir bunun altında yatan? Çünki mən xəstənin həyatı mənim üçün öndə gəlir və hərənin öz işi var. Prioritet. Əksinə bu sənin professional iş gördüyün bir sübutudur. Ki, mən öz işimi düzgün etdim və ortaya kiminsə gözündən qaçan bugünə kimi, yox da qaçmayıb, indi formalaşan bir əlamət çıxıbdı. Bunu araşdırmaq, mənim həkim olaraq yönləndirmək də peşənin, professionallığın bir tərəfidir. İrsi metabolik xəstəliklər bəs müalicə olunandı, yoxsa idarə olunandı? Çox gözəl bir sualdır. Müalicə, belə deyim, əslində... Çünki valideynlərin ağlında qalan, əgər müalicə olunmursa, mən niyə bunu, yəni, nəsə düzəltməyə çalışım və əgər sonu, yəni, necə deyim, əlilliklə yekunlaşırsa və yaxud da ki, düzələn bir şey deyilsə, sadəcə belə övlad öz həyatını davam edəcəksə, nəyə görə, nəyin üzərində addım atmalıyım, onu yəni bilmirlər bəzən. Necə idarə olunmalıdır bu? Bir məsələ, heç bir irsi xəstəlik tamamilə sağalmır. Bəzi xəstəlik, düzdür, tamamilə sağalmır. Bu cümləni biz qururduq müəyyən bir ilə qədər. Amma artıq irsi xəstəliklər, genetik xəstəliklərin xüsusi bir müalicə metodları formalaşır. Tip gündən günə, saat və saat dəyişə bilir və artıq bəzi xəstəliklərdə, xüsusən fenilketonuriyada yaxşı geri dönüşlər alınıbdır bu genetik müalicələr, gen müalicələri baxımından. Bizim ölkədə əlçatan olmaya bilər, amma zamanla SMA-nın bilirsiniz ki, yox idi, artıq var müalicəsi. Bu da və yaxud da bəzi onkoloji xəstəliklərdə də, qan xəstəliklərində də. Zamanla əlbəttə ki, hamısının bir nöqtədə müalicəsi tapılacaq. Amma faktiki çox xəstəliyimizdə, xüsusən də o dediyiniz cümlə var ki, misalən, bunu mən ailələrdən çox görürəm. Əgər ömürlükdürsə, mən niyə müalicə elətdirim və yaxud da müalicəsi yoxdur da qəbul etməkdə də çətinlik çəkirlər. Müalicəsi, mən edirəm ki, müalicəsi indi yoxdur. Sabah nə olacaq biz bunu bilmirik. Bizim borcumuz nədir bunu etməyə? O an gələnə qədər bu uşağı ən yaxşı halda o nöqtəyə çatdırmaqdır. Çünki niyə? Beyin toxuması yanmasın. Əgər bir əlimizdə bunu gecikdirən, bunun yavaşladan və yaxud da qarşısını alan bir müalicə varsa, bunu mütləq etməliyik. Çünki o bir dəfəlik müalicəyə, gen müalicəsinə gələnə qədər biz uşağı ən yaxşı halda çatdırmalıyıq. İkinci bir tərəfi yoxdursa da, məsələn, müalicə etməsən, çox ağır bir mənzərə yaranacaqsa, demirəm bəsitdir, demirəm, yəni bu adi bir şeydir. Diyet etmək, diyetə başlamaq, evin hansısa üzünün hamıdan fərqlənən bir qidanı yeməsi, həm uşağın özü üçün, həm valideynin özü üçün idarədə olunması baxımından çox çətindir. Ən bəsitini deyirəm, adi bir kilo vermə pəhrizinə girəndə bizim üçün nə qədər çətin olur. Böyük insanlarıq, formalaşmış şəxsiyyətlərik, amma görürsən ki, evdə nəsə dadlı bir şey bişir, narahat oluruq, ya iradəmiz bacarmır, onu yeyirik. Bu da gözlənilən bir şeydir, amma maksimum biz çalışırıq ki, əgər diyeta uşağın beynini qoruyacaqsa və yaxud orqanlarını qoruyacaqsa, bunu mütləq şəkildə ailələr buna, belə deyim, uyum göstərsinlər və yaxud da hər hansısa bir dərman, medikamentoz müalicə varsa bunu etsinlər. Dediyim kimi, bugün yoxdur. Sabah olacaqmı? Bunu biz hələ bilmirik. İkinci bir tərəfi, məsələn, toxunduq ki, bu psixoloji mərkəzlər, inkişaf mərkəzləri və s. Burada mənim, onların qaçındığı və mənim üçün dəyərli və önəmli olan başqa bir məsələ var. Uşaq kimin gözündən deyir, məsələn, zəkası geridir, kimə görə, nəyə görə? Və hansı şkalaya görə? Nəyə görə? Çünki biz həkimik və biz belə dəyərləndiririk hər şeyi. Testi ver, məsələn, bir D vitamini yazırsan. Öncəki dəyər, sonraki dəyər. Effektivliyi mən belə görürəm. Başqa yolum yoxdur. İkinci bir tərəfdən, bunu bəs zəkanı necə dəyərləndirək? Bilinən, qəbul olunmuş, akreditə zəka testləri var. Psixomotor dəyərləndirmə testləri var. Bunlarla izləmək lazımdır. Necə ki, qan analizlərindən izləyirik, necə ki, biz uşağı müayinələrlə izləyirik, istər laborator, istər instrumental, istər fiziki müayinə.
Həmçində mütləq müalicəyə başladanda və bitən müalicənin bitəndə deyil də izləm dövründə müəyyən bir etaplarda psixomotor dəyərləndirmə testləri də mütləqdir. Bu mövzunu bugün Ailəcanlıda əslində qoymağımın məqsədlərindən və səbəblərindən biri də bəlkə də hər kəs üçün maraqlı olacaq ki, niyə metabolik xəstəlikləri və irsi xəstəlikləri, autizmi və digər xəstəlikləri bu qədər həssas mövzu olaraq Ailəcanlıda təqdim edirəm. Son dövrlər ölkəmdə və hətta mən Amerikada olanda da bəzi saytlarda məlumatlar gördüm ki, bəzi necə deyim, bu vəziyyətdən sui-istifadə edənlər, adını mütəxəssis qoyub, bundan çox ciddi şəkildə məşğul olub, müəyyən bir nəticələrə gələnlər, amma halbuki heç bir şey olmadan, bunu göstərər və cəmiyyətə də bunu sanki mən hər şeyi bacarıram, mən bilirəm, mən düzəldəcəm, halbuki ixtisası olmadan bunu edirlər. Və bunu ölkəmizdə də ad çəkmədən deyəcəm, amma bəzi mütəxəssislərdə, mütəxəssis dediyimdə, dırnaq içərisində gördüm. Öz tanışlarımın içində də autizmlə əziyyət çəkən uşaqlarda, hətta dietisyenəm, dietoloqam, qidalanma mütəxəssisiyəm və yaxud qurd müalicəsi eləyirəm, autizm sağalır və yaxud da ki, qalxanvari vəzinin funksiyası düzələndən sonra narahat olma, endokrinoloji olaraq düzəlirsə autizm sağalacaq və s. və mərkəz olaraq və mütəxəssis adı altında bunu təbliğ edən insanlarımız artıb. Buna təəssüf eləyək, buna üzüləkmi, yoxsa mübarizə aparaqmı, hansı yolu seçək? Siz mütəxəssis olaraq və yaxud da ki, mən bir həkim olaraq necə yönləndirim pasiyenti ki, aldanmasınlar? Belə deyim, çox mənim üçün narahat edici bir mövzudur. Demək olar ki, hər gün qarşılaşdığım pasiyentlərdən və xüsusən valideynlərin, mən əslində bu mövzuda valideynləri qınamıram. Bir tərəfdən adam qınayır, bir tərəfdən qınamır. Çünki maariflənmək çox önəmlidir. Amma bir tərəfdən də bu biraz o qədər zərif nöqtədir ki, misal üçün, sən hətta tibbin sustuğu nöqtədə belə, inanmasan belə, əgər söhbət sənin əzivin sağlamlığından gedirsə, ən inanmadığın, sən bilgili həkim olaraq da bəzən, inanmadığın bir tərəfə də yönələ bilərsən ki, tək onun sağlamlığını mən qoruyum. Və bu da çox təəssüf ki, marketinq belə deyim, şansı yaradır insanlara. Satış şansı yaradır, pul qazanmaq bir belə deyim, bazar yaradır, çox təəssüf ki. Çünki təlaşlı valideyn qədər belə deyim, manipulə edilə biləcək ikinci bir mən belə deyim də insan tanımıram. Biz öz sağlığımıza uşaqlarımız qədər həssas yanaşmırıq çünki. Və bunu da yaxşı bilirlər. Sizin dediyiniz kimi bu Amerikada da var, bu Türkiyədə də var, dünyanın hər yerində var. Nə bilim, Amerikadan Azərbaycana gəlir, bilməm, İsraildən gəlir, Türkiyədən gəlir ki, hansı ki öz ölkəsində onu işləmək hüququ belə yoxdur bu, belə deyim, ixtisas üzərə ki, ixtisası yoxdur adamın. Adam deyəndə biləcəklər söhbət nədən, kimdən gedir, hətta belə. Çünki türkçəsini dedim, bilirsiniz, türkçədə adam qadına deyilmir, kişiyə deyilir. Yanıqlıyam bu mövzudan, necə deyərlər, mənim pis nöqtəmdir bu. Bilmirəm necə, belə, necə deyim, nə mənada, bilmirəm necə mən bu səsimi çatdırım, bilmirəm necə ailələrə bunu çatdırım. Yəni, o mövzu mənim üçün yaralı bir nöqtədir ki, həm yanlış anlaşılmayım. Çünki gəlir xəstələr, mən məsəl üçün bu təbliğ videoları falan yayınlanır, gəlir və mən deyirəm ki, mütləq deyil ki, sizdə altından metabolik xəstəlik çıxacaq. Çıxmayıb, idiopatik autizm də olar. Və çıxmayanlar da düşünür ki, elə bu da getdiyim mərkəzlərdən birisi kimi oldu. Bizə bir diaqnoz qoya bilmədilər. Təəssüf ki, dediyim kimi, tip nə qədər, hansı nöqtəyə gəlibsə, biz o nöqtəyə qədər danışa bilirik. İndi autizmin, idiopatik autizm, yəni səbəbi bilinməyən autizmi hələ ki əlaqələndirdiyimiz bir, belə deyim, nöqtə yoxdur ki, səbəb yoxdur, etioloji səbəb yoxdur. Amma vaxt bunu zaman ilərləyir və sabah olmayacaqmı, bunu da deyə bilmirik. Yəni bir açıq mesaj verək valideynlərə ki, nələri etməsinlər, yəni nəyə aldanmasınlar.
İlk öncə metabolik skrininqlərini, metabolik araşdırmanın mütləq xəstəlik araşdırmasını, tədqiqlərini mütləq etdirsinlər. Mütləq metabolizm mütəxəssisi görsün uşaqlarınızı. Ki, xüsusən ki, ailədə bir uşaq deyil. Bax, bu daha bir həssas, daha bir sos nöqtəsidir. Ailənin 2 uşağında var. Və yaxud da birində autizm spektr pozuntusu, digərində nitq geriliyir, digərində yerimə geriliyir və yaxud da əmi uşağında var, qohumda var. Bu, xüsusən sos siqnalıdır. Amma ən böyük məsələ necə etmək olar ki, bu şarlatanlığa məruz qalmayasınız. Maariflənməklə, dediyim kimi valideyn olaraq doğru yönəlməklə və getdiyiniz müəssisənin sən bunu etmək haqqın varmı, hüququn varmı? Bunu da bir araşdırmaq lazımdır. Kimdir? Məsələn, mənə belə bir şey deyim. Mən təhsil aldığım Qazi Universitetində hocalarımdan çox istəyirdim ki, burada metabolizmaçı yox idi deyə, hocalarımdan çox istəyirdim ki, hocalarım mənim gəlsinlər bura və kömək olsunlar. Çünki mənim aldığım təhsil qısa müddətli idi. Onlar illərin müəllimidirlər, illərin mütəxəssisidirlər və düşünürüm daha çox fayda verərlər və mənə bir cümlə qurdular. Yəni, burada yetər qədər xəstə var. Yəni, bizim vaxtımız yoxdur bunu etmək. Sən öyrən, get, dəstək ol. Bəli. Biz sənə əlimizdən gələn köməyi edərik. Amma yəni bu nə deməkdir? Özünün o qədər xəstə var ki, vaxt yoxdur ki, bunu etsinlər. Və ən belə incə bir nüans. Əgər kimsə ölkəsini, işini demirəm, indi ailə səbəbli gəlir, bu başqa bir şeydir. Və orada yetərli qədər populyarlığı qazana bilməyib və gəlir Azərbaycanda orada işləyə bilməyəcəyi bir işi burada görürsə, bu artıq sizi biraz belə sirkələsin, biraz düşündürsün ki, burada nəsə var. Demirəm ki, mütləq ki, nəsə var, amma araşdırsın, araşdırmaq lazım olan bir nöqtədir. Eyni zamanda uşağına nəsə edəndə hər deyiləni etməməyə çalışmaq. Bunu bir həkimlə məsləhətləşmək. Çünki zaten mən demirəm ki, məsələn, metabolik xəstəliksə təkcə mən baxacam. Belə bir şey yoxdur. Biz zaten bu bir komanda işidir. Çünki metabolik xəstəlik, dediyim kimi, zəka geriliyi və yaxud da autizm spektr pozuntusu səbəb olursa, zaten orada bir loqopedlə çalışılacaq, psixoloqla çalışılacaq və diyet gərəkdirən xəstəlikdirsə, diyetoloqla mütləqdir. Mənim bərabər çalışdığım metabolik xəstəliyə baxan diyetoloqlar var. Onlarla mütləq çalışılacaq. Tək başına mən etməyəcəm. Nevroloji bir vəziyyət statusu varsa, nevroloq da işləyəcək bunun üzərində. Multidisiplinar yanaşacaq ki, biz uşaqda nəyisə gözdən qaçırmayaq. Bizim tibbin belə bir, Hipokratın belə bir cümləsi var tibb universitetində də. Biz onu görürük. İlk daxil olanda onunla qarşılaşırıq. Nədir bu doktor? Öncə zərər vermə. Öncə zərər vermə. Zərər verməmək üçün fayda verə biləcəyin nöqtədə dayanmağa bilməlisən ki, gözümdən nəsə qaçar, buna mən müdaxilə etməyim, gərəkli adam müdaxilə etsin. Bu çox önəmlidir. Və bu mərkəzlərdə artıq, belə deyim, araşdırmaqdan da ziyadə, əgər mütəxəssis sizə yetərli deyilsə və yaxud da gedirsiniz, fayda görmürsünüzsə, birincisi çalışın ki, bura sizi yönləndirən özü də ya həkim olsun, ya psixiatr olsun, ya nevroloq olsun, yəni qonşu olmasın və yaxud da Instagram reklamları olmasın. Hətta bunun üzərinə də biz niyə çıxırıq həkimlər? Deyirlər ki, həkimlər başlayıblar özlərini reklam eləməyə. Biraz rahat oturun bu mövzu, yaralı mövzumuzdan danışaq. Biz niyə çıxırıq? Məsələn, verilişlərə çıxmaq öncə bir belə başqa cür yanaşırdıq. İndi niyə çıxırıq? Çünki bu şarlatanlıq baş alıb gedir və çox gözəl bir cümlə qurdu bir dəfə mənə bir həkim yoldaşım. Dedi ki, sən düşünmürsənmi ki, artıq doğru informasiyanı verməyin vaxtı çatıbdır və ona görə əgər bu işi yanlış edənlər əlinə mikrofon alıb kamera qarşısına keçib danışırsa, artıq doğru edənlərin də vaxtıdır ki, bunu düzgün şəkildə etməyin deməyə. Yanlışı etməyin, düzgün şəkildə edin deyə. Bunu edəcək ixtisasçılar var deyə. Budur məsələ. Artıq etirazımızı bildirmək zamanı. Bəli. Yoxsa vaxtınız varmı, doktor, ki, bu podkastlar sizin üçün əlavə iş yüküdür? Mənim üçün əlavə iş yüküdür. Siz müəllimsiz, dərs deyirsiniz, xəstə baxırsınız, əməliyyat edirsiniz, üstə gələk ailəniz var, uşaqlarınız var ki, biz anayıq və ailə başçısı olmasaq da ailə üzvüyü, bir ailənin aparıcı bir obrazıyıq. Orada da bizim böyük bir vəzifəmiz var. Onları boş verək, gələk kamera qarşısında oturaq. Niyə edirik bunları? Çünki çox qınanılır, çox təzyiqlərə məruz qalınır bu mövzular.
niyə edilir? Məncə bütün həkimlər də məni təsdiqləyəcəklər. Çünki artıq bunu cəmiyyətə çatdırmağa çalışırsan. Əgər bunun yolu budursa, tamam, deyir oyunu qaydasına görə oynayaq. Biz də belə edək. Biz də açaq kameranı, sözümüzü deyək ki, doğru olan budur. İşte mən bunu deyirəm. Kimsə dinləyən əgər məni də dinləyəcək, X bir şəxs də dinləyəcək. Əgər, yəni burada da təəssüf edirəm, amma əgər o X şəxsin fikri ona yönləndirirsə, ona daha uyğun gəlirsə, düzdür, o ora gedəcək, bunun qarşısını ala bilmərik. Biz normal gündə baxdığımız xəstələrdə də belə 10 xəstədən 8-ini başa sala bilirik. Düzgün çıxmır da, belə deyim, fikrini dəyişə bilirik. Və yaxud da müalicəyə və diaqnozumuza inandıra bilirik. Ki, inandırmaq kimi borcumuz da yoxdur əslində. Mən onu deyirəm. Bəzən deyirlər ki, bu yaxında bir xəstə olub, bir xəstəm var, daha doğrusu bir neçə ay bundan qabaq baxmışdım. Sonra xəstəliyi qəbul etmədilər, getdilər və sonra bir başqa bir ixtisasçı, bir kollega mənə yönləndirib deyir ki, səhv eləmirəmsə səndə olublar. Belə bir cümlə də qurublar ki, filan klinikada sarışın bir həkim var idi, o da getmişdi. Mən də dedim ki, bəli, onlar məndə olublar, onlar xəstəliyini qəbul etmədilər. Deyir ki, bəs doktor, bəs baxın da demişəm, mən tapşırmışam, gələcəklər. Nəysə, gəldi xəstə, deyirəm ki, bəs nə üçün, deyir doktor, bizdə axı yox idi belə bir şey. Ona görə çox da şey eləmədik, bu analizi ver, diyeta başda, bunu elə. Bu da çətin mənzərədir. Amma məsələ nədən ibarətdir? İndi faktiki olaraq uşaq müayinəsi ayına uyğundur. Hələ bir şey yoxdur. Amma sabah nə başlayacaq? Nit geriliyi. Biraz da vaxt itirəcəklər o X mütəxəssisin yanında. Mütəxəssis də deməyim də, X adamın yanında, türkcə adamın yanında. Və yaxud da Azərbaycanca filan X həkim yanında, sizin dediyiniz kimi. Və yaxud da İsraildən gəlmiş və bunun təbliğində də çox belə zərif bir cümlə var, doktor. Məni bu çox incidir və çoxsunda da bunu eşidirəm. Amma doktor, məsələn, deyirəm, niyə getdi sonra? Doktor, onun özünün uşağında da autizm spektr pozuntusu var idi. O öz uşağında etdiklərini bizə də edir. Onda çox fayda görür. Bax, göstərir ki, mənim uşağım əvvəl belə idi, indi elədir. Məsələn, nə olur? Hər genetik fərqlilik xəstəlik deyil. O zaman hər bir autizmi olan valideyn həkim olmaq, yəni mövqe keçmiş belə çıxır. O zaman bizim məsələn, belə deyim, qastriti sağalmış hər xəstə gastroenteroloq olsun o zaman. Ki mən dedim ki, var, bunu çox görürük. Həkimi dinləmir, gedir kartoşka suyu içir, bir müddət üstü bağlanır, elə bilir ki, sağalır. Bəzən necə olur, Ləman doktor? Suyu, kartoş suyu. Bəzən necə olur, Ləman doktor? Bizim sənədlərimizi artıq son dövrlərdə bilirsiniz, həkimlərimizin sertifikasiyadan keçməyi, sənədlərinin göstərilməsi, təsdiqi və s. bu bir qlobal bir cəmiyyət probleminə çevrilib və yaxşıdır bir tərəfdən. Yəni hər kəsin ixtisası doğru şəkildə yoxlanılır və s. Amma xaricdən gələn hər hansı bir mütəxəssisin heç bir sənədini yoxlamadan sadəcə ad üçün, sadəcə çox pasient ora yönləndirilir deyə və yaxud da ki, siz dediyiniz kimi, yəni reklamda daha çox öndə görünür deyə müraciət olunur. Baxın, bizim məsələ ilə problem buradan başlayır əslində. Güvənsizlik daha doğrusunu deyim və sanki mənim yaramın məlhəmi kənardan gələcək. Öz daxili gücüm buna çatmır. Bu elə daxili bir inamsızlığı da göstərir bir tərəfdən. Əgər bir qlobal düşünsək də bunu. Daxili inamsızlıq və xaricdən gələn bir dəstəyə ehtiyac. Bu cəmiyyətin əslində o xüsusiyyətini də göstərmiş olur. Geri dönmək zamanıdır, düşünürəm ki, çünki bizim artıq sizin kimi mütəxəssislərimiz, mənim tanıdığım çox bir mütəxəssislərimiz var ki, özlərini çox gözəl yetişdiriblər artıq. Əgər Azərbaycanda o, necə deyək, onu təmin edən, ona elmini belə deyək, gücləndirəcəyi, hesab etmədiyi, hansısa məqamlar olubsa, onu istənilən ölkədə, hal-hazırda elə bir dövrdə yaşayırıq ki, valla dünya çox kiçik bir dövlətdir, qurumuna keçib və biz o mütəxəssislər artıq Azərbaycana, ölkəmizi geri döndükləri üçün rahatlıqla artıq istənilən ölkədə aldığımız tibbi, belə deyək, xidməti ölkəmizdə ala bilirik və o dövrü keçmişik artıq. Gəlin özümüzə dönək. Gəlin bir Azərbaycanımızın daxilində olan mütəxəssislərimizi yaxşı tanıyaq, araşdıraq, baxaq və güvənək. Mən belə düşünürəm. Güvənməyin zamanıdır.
Bəli, bəli. Biraz da özümüzü tərifləyə bilərik doktor. Millət olaraq özümüzü tərifləyim. Yəni biz çox istedadlı millətik. Çox. Açıqcası. Çünki mən baxıram, görürəm məsələn kiminsə 10 ilə getdiyi yolu biz əgər qarşımıza məqsəd qoyuruqsa onu 3 ilə də gedirik. İnkişafımız da bunu göstərir özünü. Və bu səbəbdən düşünürəm ki, əgər qarşımıza qoysaq ki, biz ən yaxşısını edəcəyik, inanın ki, heç mövcud olmayan yaxşını ortaya çıxaracağıq. Yəni dünyada heç kimin etmədiyi ən yaxşısını edərik. Biraz burada nə bilim həkimləri də həvəsdən salan məsələlər var. Siz bilirsiniz, bayaq danışdığım mövzu daxil olmaqla. Məsələn, məni narahat eləmir də sadəcə düşündürür. Yəni bu xaricdən gələn heç bir mütəxəssisi başqa bir həkim qınamır. Amma bir-biri haqqında, bir-birinin bu niyə bunu edir deyə, digəri mən keçmişdə nə bilim təhsil almışam deyib oturur başqa ölkədən başqa bir həkimin sənədləri ilə nə bilim məşğul olur. Belə şeyləri çox görürük. Mən demirəm ki, hərə nə istəyir, burada bitirib deyə məşğul olsun. Belə bir şey yoxdur. Təbii ki. Təbii ki, bizim hər birimiz Səhiyyə Nazirliyində müəyyən bir şöbələrdən, qurumlardan keçən akkreditə sənədlərimiz olmalıdır. Mütləqdir bu ki, zaten tibb universitetini bitirirsən və təhsil sistemini tamamlayanda bu uyğundur. Sən uyğun olmayandan çalışa bilmirsən. Bu ayrı məsələ ki, çalışmamalısan da. Amma bizim özümüzünkünə olan belə deyim, yanaşmamız tamam aqressivdir. Nəinki kənardan biri gələn. Yəni bir növ o necədir mövzu? Özümünkü olanda mənə konkurent görünür. Amma digəri nə işim var məsələn deyir, gəlir gedir də mənə qarışmır və yaxud da belə. Bu doğru deyil. Ən birinci sən öz necə deyim, həmvətənin olan kolleqalarını qorumalısan. Tamam. Məncə, məsələn, mən buna çox açığam. Bilgimdə əgər bir-birimizdə nəyimsə öyrənmək gərəkirsə, böyük məmnuniyyətlə öyrənərəm. Əksiklik hiss edirəmsə, bunu böyük məmnuniyyətlə edirəm. Niyə? Çünki düzəltməyə çalışırsınız. Bəli, xəstələrə də qurduğum bir cümlə var. Məsəl üçün bir şeyi yönləndirəndə deyirlər ki, doktor, elə siz deyin də, getməyin bəlkə o həkimə. Deyirəm, tamam. Mən bunu haqqında sənə məlumat verə bilərəm. Amma ixtisasçı mütəxəssis başqa bir şeydir. Bu bir. İkincisi də əgər gərəkirsə yönləndirmə mən bunu edəcəm. Çünki heç kimin həyatı və yaxud da mənim eqom heç kimin həyatından üstün deyil. Birincisi, əgər sən gerçək ixtisasçısan, professionalsansa, sənin üçün bu ego olmamalıdır. Professionallığın bir tərəfidir. İkinci bir tərəf, bizi bu nöqtəyə çatdıran da səbəblər var. Ki, sənədimizi göstərmək. Məsələn, əvvəl deyirək, qınadığını yaşamasın olmaz. Düz, mən hələ sertifikatlarımı divara vurmamışam. Vuranları da qınamıram. Əvvəl biraz belə çox eyni şey göz yordu deyə insanları narahat edirdi. Amma artıq haqq verirəm. Çünki niyə? Özünü yəni, birilərinə anlatmaq ehtiyacı duymaq istəmir. Vurmuşam ora, var, istəyirsən gəl bax. Yəni, bu şəkildədir. Məcbur eləyir cəmiyyət. Çünki açıqcası bu hər bir şeydə ən rahat qınanıla bilən belə deyim, ixtisas məncə həkimlərdir. Çünki cəmiyyət olaraq düşünürük ki, hamıya borcu var həkimin. Hər kəsə borcu var həkimin. Bir özündən, ailəsindən belə deyim, ihmal etdiyi əzizlərindən başqa hamıya borcu var. Tamam. Biz Hipokrat andı içmişik və borcumuz var ki, sağlamlığından məsuliyyət daşıyıq. Amma bəs bizim sağlamlığımız, xəstə həkim, sinirlərini doğru belə deyim də, nevroloji olaraq psixi və fiziki sağlam olmayan həkim sizə nə qədər fayda verə bilər? Yəni, və bəzən hətta öz istirahət zamanımızdan da uğurlamağa çalışırlar. Yox kimi bir şeydir. Biz 7 gün 24 saat bizim telefonlarımız da aktiv olmalıdır. Hətta və hətta yəqin ki, bura ölkəyə gələndən bunun məlumatlısınız ki, WhatsApp mütləq şəkildə aktiv olmalıdır və orada bir dənə belə quş yox, 2 dənə quş mütləq olmalıdırsa, əgər varsa, həkim niyə mənə cavab yazmadı, psixologiyasına giririk və dediyiniz kimi, bu əslində siz biraz həkimi sınamaq mövqeyinə keçir. Gəlin o şeydə deyirik, bir cizgi filmi var, pişiklə siçanlar arasında olan bir diyaloq var. Deyir, gəlin dost olaq. Gəlin birlikdə əl-ələ tutaq və dostluğumuzu davam etdirək. Bu birlikdəlik həm pasientlərlə, həm həkimlərlə hər ikisinin qalib çıxmasına
səbəb olacaq Əlbəttə. məncə və ümumiyyətlə cəmiyyətində sağlam inkişafına gətirib çıxardacaq. Ləman doktor, çox xoş oldu mənə bu gün sizi Ailəcanlıda qonaq eləmək. Düşünürəm hər kəsin ailəsində əgər hər hansı bir bu problemlə üzləşən övladlar varsa, orada da bir qatqımız oldu ki, öncədən məlumatlandırılmış oldular. Araşdırsınlar, siz demiş, valideynlər çox məlumatlı olsunlar, hətta bir birlikdəlik yaratsınlar, hətta bir qurum yaratsınlar, necə deyərlər, bir cəmiyyət formalaşdırsınlar öz aralarında. Mən bunu çox istəyərəm. Autizm cəmiyyəti olsun, valideynlər orada iştirak etsinlər və təşkilatçıları belə onlar olsunlar və hər hansı bir metabolizm xəstəlikləri dərnəyi olsun, orada valideynlər mütləq şəkildə iştirak eləsin. Bunun bizim artıq cəmiyyətə ehtiyac var. Bu zaman artıq biz hesab etmiş olacağıq ki, bəli, doğru istiqamətləndirir. Mənə gəlir ki, bunun elə o çarəsi də az öncə sizə sual vermişdim ki, biz nə ilə qarşısını ala bilərik? Bax, bu addımlarla maarifləndirmək də məhz bu cəmiyyətlərdə, birlikdəliklərdə və fondlarda həyata keçirilməklə mümkündür. Doktor, bilirsiniz ki, yəni xaricdə də, yəni beynəlxalq sferada da ümumiyyətlə bu cəmiyyətlərin sözü daha ağırdır, daha belə deyim, tərəzinin gözündə ağır gəlir. Nəinki tək bir mütəxəssisin sözü və yaxud da mütəxəssislərin sözü. Bəzən olur ki, məsələn, mən ailələrində görürəm, onların çətinlikləri də bir ayrı mövzudur. Bəzən deyirlər ki, doktor danışanda bunlardan da deyin, zəhmət olmasa ki, xüsusi qidalar var, onları tapmaq çətindir, onları almaq çətindir, maddi olaraq da çətindir. Onların dərmanları bahalıdır və ömürlük olunan nəzərə alsaq ki, bir şeydir. Çox baha başa gələn bir məsələdir. Bu həm onu deməyə məcbur eləyir ki, vaxtında diaqnoz qoyulmasına çalışın ki, daha sizə maliyyətli və daha ağır başa gəlməsin. İkinci bir tərəfdən də onların gerçəkdən köməyə ehtiyacı var. Dövlət dəstəyinə, cəmiyyət dəstəyinə gerçəkdən ehtiyacı var. Bir-birlərinə olan dəstəyə, valideynlər olaraq. Məsələn, biz danışırıq xəstələrin psixoloji durumundan, amma xəstə övladı olan valideynin psixoloji durumu. Bəli, bəli. Uşağın psixoloji durumu birbaşa valideynlərin psixoloji durumundan asılıdır. Yəni bəs bunları nə qədər düşünürük? Bəs onlar da var axı, düzdür? Cəmiyyət olaraq bunu işıqlandırmaq lazımdır. Onlar, mən də deyirəm ki, birləşin, həkimlərdən istəyirlər, tələb edirlər, mən anlayıram. Amma valla ilk dəfə deyir fenilketonuriya xəstəliyində tarixində belədir. Ortaya çıxmasına səbəb olan da bir anadır. Yəni məcbur edir həkimləri ki, mənim uşaqlarımda, mənim 5 uşağım var, bunun ikisində fərqlilik var, siz bunu tapmalısınız. Yəni bu belə ortaya çıxır və əl çəkmir və sonda bu ortaya çıxır fenilketonuriya xəstəliyi. Beləliklə görün nə böyük devrim olur, dünyada nə böyük bir inqilab yaradır. Bəli. Düşünün. Ləman doktor, son olaraq yenə bir daha sizə təşəkkür edirəm. Həqiqətən də hər qonağıma dediyim kimi Ləman Əlirzaeva adlı bir puzzle'ın bir hissəsi bu böyük Ailəcanlı portretinin kiçik bir parçasına çevrilmiş oldu və tamamlanır puzzle'ımız. Düşünürəm ki, çox böyük bir mənzərə ilə axırda qarşılaşmış olacaq ki, sağlam bir cəmiyyətdə sağlam bir ailələrin olması ilə. Ləman xanım, Ailəcanlıya demək istədikləriniz varsa sizi eşidək. Bir neçə kəlmə ilə buyurun, Ailəcanlıya arzularınızı deyin. Mən də təşəkkür edirəm bir daha, doktor. Ümumiyyətlə, belə bir cümlə qurum. Ailəcanlı olmaq, ailənin sağlığını ilk öncə düşünmək deməkdir mənə görə. Qorumaq deməkdir. O zaman gəlin mən bu sualımı da sizə verim. Ailəcanlı yoxsa canlı ailə? Canlı ailə, ailəcanlı olmaqdan gəlir və ailəcanlı olmağın da başında sağlıqlı ailə üzvləri durur. Ona görə də övladlarınızın sağlığını göz ardı etməyin. Mütləq şəkildə, xüsusən də bu hamilə analara və yəni övlad gözləyən analara daha çox tövsiyəmdir. Tələb edin. Nə qədər ki, hamını əhatə etmir, tələb edin, istəyin və bu şərt deyil ki, qorxutmaq anlamında demirəm mən bu cümlə ki, sizdə çıxa bilər xəstəlik. Yəni, dediyim kimi nadirdir. Eləsi var milyonda bir çıxır, eləsi var 100 mində bir, 10 mində bir çıxır. Amma başınızı yastığa rahatlıqla qoyun. Bundan sonra sağlıq yerindədirsə və siz ailəcanlısınızsa, ailəniz çox canlı olacaq və xoşbəxt olacaq. Mən belə düşünürəm. Çox sağ olun dəyərli fikirlərinizə görə. Çox sağ olun siz də dəyərli izləyicilərimiz, ailəcanlılarımız ki, bizi izlədiniz və növbəti inşallah buraxılışlarda görüşənə qədər hələlik sağollaşırıq sizlə. Çox sağ olun.